Salam uşaqlar, hər vaxtınız xeyir olsun. İmtahana sayılı günləriniz qalıbdır. Demək olar ki, bir gününüz qalıb. O məqsədlə gəlin Azərbaycan dili və ədəbiyyat suallarına baxaq. İlk Azərbaycan dili suallarına baxaq, daha sonra isə ədəbiyyat suallarını izahı yerləşdiriləcək. Azərbaycan dilinə nə qeyd olunubdur? Cümlə verilib və cümlənin ədəbi dilin hansı normasının pozulmasını bizdən istəyir. Videonu dayandırıb cavablandırın, daha sonra cavaba baxaq. Burada cavab E variantıdır. Sırğa sözü sırğa formasında, qulağını astı ifadəsi isə qulağını taxtı formasında olmalıdır. Cavabımız E'dir. İndi ikinci suala baxın və düşünün ki, cavab nə ola bilər? Tapdınızsa diqqətli olun bizdən, çünki yanlış əlaqələndirməni istəyirdi bizdən. Hadisələr eyni zamanda baş verir. Bir gün səhər çaya su gətirməyə getmişdim. Nina evin böyründəki talda qonşu qızla oynayırdı. Bu doğru fikirdir. Qarşısına yanlış yazdığı üçün elə cavabımız A variantıdır. Ya ümidsizsiniz ya da ümidsizsiniz. Burada ayrı-ayrı mübtəda xəbər olduğu üçün bu doğrudur. Ya da bağlayıcısı da bölüşdürmə olduğunu göstərir. Bunu görən kimi biz qapını açırdıq. Ağ göyərçində balların yanına uçurdu. Burada səbəb nəticə deyil, ardıcıllıqdır. Bu yanlışdır. Yanlışın qarşısında yanlış olduğu üçün doğrudur. Fikirləri qarşılaşdırılara nümunə yazıb ki, keçmişi dəyərləndirə bilməzsən. Ancaq gələcək sənin öz əlindədir. Bu da doğru fikirdir. Aldıcıllıqla baş verən hadisəni istəyir. Sürücü yol hərəkət qaydalarını pozdu. Yolda tıxac əmələ gəldi. Bu isə səbəb nəticədir. Yanlışın qarşısında yanlış yazdığı üçün doğrudur. Cavabımız A variantı idi. Üçüncü suala diqqət yetirin. Burada cavabımız E variantıdır. Çünki cəsarətlə sözü təcə hərəkət zərfidir və fe'lə aiddir. Yer zərfinə aid deyil. Dördüncü suala diqqət yetirin. Hansı cümlədə durğu işarəsi buraxılmışdır? Burada cavabımız D variantıdır. Çünki biz bilirik ki, elə bil, sanki, güya tipli modal sözlərdən sonra vergül qoyulmur, amma digərlərində vergüllərdən istifadə eləyirik. Bu formada olmalıdır. 5-ci suala baxaq. Hansı cümlədə cümlə üzvlərinin işlənmə ardıcıllığı eynidir? Cümlə üzvlərinin bilirik ki, iki cür olur. Baş üzv və ikinci dərəcəli üzv. Burada sintaktik təhlil eləməlisiniz və işlənmə ardıcıllığına baxmalısınız. Əgər sintaktik təhlil elədinizsə, burada cavabımız E variantıdır. 1 və 3-də xəbər, 2 zərflik və mübtədə formasına, digərlərində isə fərqli olduğu üçün götürülmür. 6-cı suala nəzər yetirin. Nümunədə hansı durğu işarəsi buraxılmışdır? Bu sualda bizim cavabımız C variantıdır. A ilə C çox bir-birinə oxşuyur. Fərq ondan ibarətdir ki, lətifdən qoşa nöqtə, tiri, bacı vergül, qızılgül olmayaydı əsər adı olduğu üçün dırnaqda, oxumusanmı sual, sualdan sonra tiri. Yəni sualdan sonra əlavə bir vergülə ehtiyac yoxdur. Ona görə bu formadadır və cavabımız C variantıdır. 7-yə diqqət yetirin. 7-də bizim cavabımız olacaq E variantı. Çünki fəxarətlə sözündə burada A uzanır, bizdən doğru fikirlər istəyir deyə. Yazışı və deriş arasında iki fərqli məqam var. Bu nən formasındadır. Uzanmanın məsələyə heç bir dəxli yoxdur. Vurğu bölməsi buraxılışda çıxarılıbdır. Vurğusu son hecanın üzərinə düşür. Biz bilirik ki, zəft üzərindən ladır, cacədir, casına, cəsinədir. Ən şəkilçisidir ki, vurğu qəbul etmir. Ona görə də son hecanın üzərinə düşməsi fikri yanlışdır. Sözdə qarşılığı olmayan iki samit işlənmişdir. Yox. Bu zaman tələffüzə baxmalıyıq və görürük ki, 1, 2 və 3 dənə samit var. Yanlışın altından da yanlışa nəzər salaq. Ahəng qanun pozulmamışdır deyir. Pozulubdur. Əminəm ki, bilirsiniz. Sözdə kar və cingiltili samitdən sayı fərqlidir, yanlışdır. Bax, bu üçü cingiltilidir. F, X və T də kardır. 3-ün 3 olduğu üçün cavabımız E variantıdır. 8-ci sual. Bu sualda düzgün cavabımız A variantıdır. Çünki ancaq sözünü biz həm bağlayıcı kimi, qarşılaşdırma bağlayıcısı kimi, həm də məhdudlaşdırıcı ədat kimi düşünə bilərik. Burada C variantı fikrinizi yarandıra bilər ki, sənlə bu var. Bunu biz bilirik ki, sifət əvəz eləyən işarə əvəzidir. Amma buradakı bu ismi əvəz eləyibdir. Nə haqda? Bu haqda. Nə sualına cavab verdiyi üçün biz belə götürürük. Əgər D-ni fikirləşən varsa, qılınc cəsarətidir. Burada məlumat verə bilmərən bir yerdə getdiyi üçün biz bunu mürəkkəb feil deyirik. Bu formadadır. Bir köməkçi nitq hissəsi də deyil. Burada 2 dənə köməkçi nitq hissəsi var. Haqda sözü də qoşmadır. Növbəti sualımıza davam edək. 9-cu suala nəzər salın. Düşünün ki, hansı cavab ola bilər? 9-da cavabımız C variantıdır. Təsdiqlənməyən fe'lər yalnız fe'li birləşmənin əsas tərəfi kimi çıxış eləyir. Səhvdir. İsmi birləşmə də ola bilər. Mənim oxumağım ismi birləşmədir. 10-cu sual. Bəndlərin birində verilmiş fikir aşağıdakı cümlələr üçün ortaq deyil.
Əslində sadə sualdır. Burada cavab E variantıdır. Təyinlər nitq hissəsi ilə ifadə olunmuşdur. Bizim ikinci cümləmiz var. Bax, burada təyin yoxdur. Çətin idi. Nə? Muradovun zarafatı ilə ciddi söhbəti ayırt etmək. Burada təyin olmadığı üçün hər ikisi üçün ortaq götürə bilmirik. 11-ci sual. Hansı nümunədə fərqləndirilmiş söz nitq hissəsinə görə digərlərindən fərqlənir? Burada sizcə cavab nə ola bilər? Burada cavabımız D variantıdır. Xalı xalça deməkdir. Xalçanın da sayı 1, 2, 3, 4, 5 formasında ola bilər. Digərlərində isə ədaddır. 12-ci suala nəzər yetirin. Bu sualda cavabımız B variantıdır. Çünki hər kəs ümumiləşdirici sözdür. Həmcins üzvdən sonra gəlibdir. Diqqət yetirin. Burada D variantında da hər kəs var, amma bu əvvəl gəldiyi üçün D-ni götürmürük. İnsan anlayışı bildirir. Bəli, Qarabağ arzusuna qovuşdu. Kim? Böyük, kiçik insandan nəzər gedir. Bu da doğrudur. Cavabımız B variantıdır. 13-cü suala nəzər yetirin. Biz bunu hazırlıqlarımızda demişdik. Onlayn sürət qrupu hazırlıqlarımızda, həmçinin əyani hazırlıqlarımızda da. Əgər qoşulmaq istəsəniz də əlaqə vasitələrimiz qeyd olunacaq. Ya da qeyd edeyim bura. 050 880 71 89 nömrəsi ilə əlaqə saxlayıb ikinci cəhddə də bizdən hazırlaşa bilərsiniz. O dərs əsnasında demişdik ki, M əsasını iki formada çıxa bilər. Bax, demiş hissəndəki şi düşə bilər tərəfiz formasında. Bir də M-miz sual ədatı formasında ola bilər. Cavabımız burada C variantıdır. Digərlərində mış formasının, yəni nəqli keçmiş zamanı mışının düşmüş versiyasıdır. Ona görə də cavabımız C-dir burada. 14-cü sual. Nümunənin aid olduğu üslubun xüsusiyyətlərini müəyyən edin. Burada cavabımız D variantıdır. Çünki publistik üslubdur. Publistik üslub olduğu üçün bu bir ola bilməz. Bir, rəsmi işgüzar üslub üçün keçərlidir. 2 səhvdir, istifadə edilə bilər. Burada 3 doğrudur. Sərbəst və yığcam olması məişət üslubudur. Bir də 5-dən söhbət gedir. 15-ci suala nəzər salın. 15-də cavabımız B variantıdır. 2, 4, 6-dır. Doğru olmayanı bizdən istəyir. Düzəltmə fe'llər bütün qrammatik məna növlərdə işlənə bilər. Bu doğru cavabdır. Ona görə doğrudur ki, məlum növ qurulursa sadə düzəltmə mürəkkəb ola bilər. Digər növlərin onsuz da şəkilçisi var. Xəbərlik şəkilçili sifətlər ismi sualına cavab verir. Bu yanlışdır. Verməyə də bilər. Hava gözəldir. Necədir? K hərfi sözün əvvəlində işlənərkən yalnız 2 müxtəlif səs ifadə edə bilər. Bu da doğrudur. Kələm, karandaş bu formada ola bilər. Söhbət burada hərfdən gedir, səsdən getmir. Amonim frazeoloji birləşmələrin hər iki mənası frazeoloji birləşmə olur. Bu doğrudur. Yanlışın altında olduğu üçün götürəcəyik, uyğun olmayan kimi. Adlı xallı isim feilin yanında işlənə bilməz. Bu yanlışdır. Bəzi sifətlər dərəcəyə görə dəyişə bilmir. Doğrudur. Yanlışın altından doğruları, doğrunun altına yanlışı götürsək cavabımız B variantı qalır. 16-cı suala nəzər salın. 16-cı sualda cavabımız D variantıdır. Burada yaşlı sözü sifət deyil. Yaşlı ilə cavanı əgər götürmüşsə, burada yaşlı olmaq ifadəsi var. Bu da ki, feil mənasında işlənilir. 17-ci sual. Bu sualda düzgün cavabımız A variantıdır. Çünki hər ikisi sadə isimdir və sarsıntı da sadə isimdir. 18-ci sual. 18-ci sualda cümlənin hər ikisində işlənmişdir, istəyir və cavabımız E variantıdır. Burada gələcək zaman şəkilçisi, burada da indiki zaman şəkilçisi var və zaman şəkilçisi olduğu üçün feilin xəbər şəkli hesab olunur. Hansı cərgədəki sözlərin ilk və son hərfi eynidir? Burada katolik və kürkdən söhbət gedir. 20-də cümləyə əsasən uyğun olmayan fikirləri bizdən istəyir. Burada cavab D variantıdır. Ona görə D variantıdır ki, qrammatik şəkilçi yalnız isimlərdə olur, yanlışdır. Feilin zaman şəkilçiləri olsun, feilin şəkillərin şəkilçiləri olsun ki, qrammatik şəkilçidir. Yanlışın altındakı olan bütün isimlər cəm şəkilçisi qəbul edə bilər. Bu yanlışdır. Bu ikisi isə doğrudur. Məsələ isimləşə bilmir. Ona görə isimləşə bilmir ki, məsələnin bir tərəfi onsuz da isimdir. Şəkli sözü cümlədə iki müxtəlif halda işlənə bilər. Bu da doğrudur. Şəkli mənə ver, nəyi, ismin təsiri halı, onun şəkli isə adlıq halda olacaq. Cavabımız D variantıdır. Növbəti sual. Qurulanmı sözünün təhlili ilə bağlı səhv fikir istəyir. Cavabınızı seçin. Burada cavab D variantıdır. 3-2 variantlı, 1-4 variantlıdır. D-nin cavabı əslində E variantında qeyd olunubdur. Feildən düzələn şəkilçisi 4 variantlıdır. Qrammatik məna dövün şəkilçisi 4 variantlıdır. İnkar şəkilçisi 2 variantlıdır.
Yox, fe'ldən düzəldən şəkil isə iki variantlıdır. Burada la-dan söhbət gedir. Fe'ldən fe'l, sifətdən fe'l düzəldən şəkilçidən lalədir. İndiki zaman şəkilçisi də 4 variantlıdır. Burada 2-nin 2 sxemi olduğu üçün 2 variantlı fikri yanlışdır. 22. Hansı nümunəni sual cümləsinə çevirmək mümkün deyil? Cavab burada da C variantıdır. Çünki fe'lin əmr şəklindədir və əmr şəklində olan fe'llər nadir halda sual cümləsinə çevrilə bilər. 23. Səbəb sərfliyi işlənmiş cümlələri müəyyən edin. Burada cavabımız 2, 3 və 5-dir. Akif gözünü çox oxuduqdan xeyli zəifləmişdir. Oxuduğu üçün, zəlzələdən qorxduğu üçün həyətə düşənlər evə qayıda bilmədi. Fəhlə işə gecikdiyindən heç kəsin gözünü görməyə çalışırdı. Kim? Fəhlə yox. İşə gecikdiyi üçün. Bax, bunu tək götürürük. Fəhlə burada müstəqildir. Cavab 2, 3, 5-dir. 24-cü sual diqqət yetirin. Zərflə başlayan nümunələri müəyyən edək. Burada cavabımız 1, 2 və 4. Gündə, nə zaman, orada, harada, bir də geridə sözləri var ki, bu harada özü sual əvəzliyidir, ev isə isimdir, ona görə götürülmür. Davam edək 25-ci sualdan. Hansı feildə işlənən cümlədə mübtəda vəzifəsində olan söz yalnız obyekt olur? Burada cavabımız 3 və 4 formasında olacaq. Qayıdış və məlum növdə isə subyekt olur. 26. Yarış qaliblərinin mükafatları əməkdar məşqçi təqdim etdiyi nümunəsində cümlə üzvlərini say. Təqdim etdi. Kim? Məşqçi. Hansı məşqçi? Əməkdar məşqçi. Nəyi? Mükafatları. Kimə? Yarış qaliblərinə. 4, 4, 3, 1, 2 formasında olacaq. Cavabımız budur. Eyler-Venn diaqramında öz əksini tapıbdır. Baxaq görək burada nə istəyir. Azaltma dərəcəsində olan təbii ki, burada sarı təhərdir. Rəng bildirir hər ikisi. Çoxaltma dərəcəsindədir, qıpqırmızı. Morfoloji yolla yaranan MPRS samiti nəzərdə tuturlar, qıpqırmızı. Sintaktik yolla yaranmışdır, sintaktik söz deməkdir. Bu da sarı təhərdəki təhər sözüdür və beləliklə də bu sualın cavabı verildi. Hər birinizə imtahanda uğurlar. Ümid edirəm ki, yaxşı nəticələrlə çıxıb bizləri sevindirərsiniz. Yolunuz açıq olsun.